Salam, bugün biz mənbələr əsasında olduqca maraqlı bir sistemi, infosomatikanı araşdıracağıq. Gəlin görək, bu sistem bizə daxili dünyamız haqqında nələr vəd edir? Yəqin ki, bu his çoxumuza tanışdı. Kimin nəsə danışırsan və sonra bütün enerjin çəkilmiş kimi olur. Mənbə də məhz bu hissi başlanğıc nöqtəsi götürür. Deyir ki, bu əslində daha dərin bir şeyin siqnalıdır. Bizi cavab axtarmağa itələyən bir işarədir. Və cavab axtarışında insanlar nələr etmir ki? Baxın, psixoterapiya, fərdi inkişaf treninqləri, hətta yoga, meditasiya, siyahı uzundur. Amma mənbənin də dediyi kimi, çox vaxt bütün bu yolları keçib, yenə də başladığımız yerə qaydırıq. Sanki bir dalana dirənmişik. Bəs niyə belə olur? Baxın, mənbə bunu bir növ qəhrəmanın səyahətinin başlanğıcı kimi təqdim edir. Yəni, həyatınızın niyə bu qədər qarışıq olduğunu anlamağa çalışdığınız o an, bax o an əslində səyahətin ilk addımıdır. Problemi görmək və qəbul etmək. Yaxşı, bəs bu dolaşıqlıqdan çıxış yolu nədir? Praktik alətlərə keçməzdən əvvəl bizə bir növ xəritə lazımdır. İnfosomatika modelinin təklif etdiyi bu xəritə bizim adətən görmədiyimiz bir reallığı təsvir edir. İnsanın özünə və dünyaya tamamilə fərqli bir baxış bucağıdır. Bu model deyir ki, insan matryoşka kuklası kimidir. Yəni, biz təkcə gördüyümüz bu fiziki bədəndən ibarət deyilik. Onun içində energetik, emosional, intellektual və hətta proqram qatları var. Yəni, biz çox qatlı bir varlığıq. Və bu qatların mərkəzində təcəssüm ruhu dayanır. Buna kauzal bədən də deyirlər. Gəlin belə düşünək. Bu, sizin əsl öz mənliyinizdir. Bütün təcrübələrinizin, bəlkə də keçmiş həyatlardan gələn təcrübələrin toplandığı bir yaddaş bankı kimidir. Sizin dəyişməz özəyiniz. Amma işin maraqlı tərəfi budur ki, bu ruh fiziki dünyaya tək başına gəlmir. O, bir nəqliyyat vasitəsi istifadə edir. Bu da nəslin ruhudur. Yəni, sizin ailənizdən, nəslinizdən gələn genetik proqram. Deməli, siz əslində iki gücün kəsişmə nöqtəsisiniz. Sizin öz ruhunuz və nəslinizin mirası. Yaxşı, bütün bu nəzəriyyəni anladıq. Bəs bu bilik praktikada bizə necə kömək edə bilər? Ən əvvəldəki suala qaydaq. O, sıxılmış limon hissini aradan qaldırmaq üçün nə etməliyik? İndi gəlirik praktika alətlərə. Deməli, sistem bizə ayrılma adlı bir texnika təklif edir. Amma burada bir yenilik var. Ayrılma 1.0 və 2.0. Köhnə versiyada siz sadəcə kiminləsə aranızdakı enerjetik bağı kəsirdiniz. Amma mənbə deyir ki, bu Terminator 2-dəki maye metal robotu güllələməyə bənzəyir. O dağılır, amma sonra yenidən birləşir. Daha effektiv bir şey lazımdır. Ayrılma 2.0 isə fərqlidir. Siz əvvəlcə o insanda qalan öz resurslarınızı geri çəkirsiniz, yalnız sonra bağı kəsirsiniz. Bəs hansı resursları geri qaytarırıq? Bağın 3 əsas resurs var. Birincisi, enerjetik resurslar. O sarı rənglə göstərilən həyat enerjimiz. İkincisi, emosional resurslar. Yaşıl rəngdəki hisslərimiz, sevgimiz. Və üçüncüsü, yaradıcı, yəni ruhi resurslarımız. Bu da bənövşəyi rəng. Məqsəd başqasına səpələdiyimiz bütün bu parçaları özümüzə, bütövlüyümüzə geri qaytarmaqdır. Yaxşı, resurslarımızı geri yığdıq. Əla, bəs indi nə etməli? İnsanlardan təcrid olunub yaşaya bilmərik ki, sosial həyatda bu enerjini necə qoruyaq? Növbəti alət məhz bu suala cavab verir. Öz energetik sərhədlərimizi necə yaratmalı? Burada çox güclü bir metaforadan istifadə olunur. Shakespeare'in məşhur sözlərini xatırlayın. Bütün həyatımız bir oyundur və insanlar onun aktyorlarıdır. Bax, bu sistem də özünü müdafiə üçün məhz bu teatr bənzətməsini əsas götürür. Təsəvvür edin, siz parlaq işıqlar altındakı səhnədə bir aktyorsunuz. Öz rolunuzu oynayırsınız, öz xarizmanız və enerjinizlə parlayırsınız. Digər insanlar isə qaranlıq tamaşaçı zalında oturan müşahidəçilərdir. Sizinlə onların arasında isə bir orkestr çuxuru var. Bu nə deməkdir? Onlar sizi görə bilir, siz onlarla ünsiyyətdə ola bilirsiniz, amma o çuxur onların sizin şəxsi məkanınıza, enerjinizə soxulmasına imkan vermir. Beləliklə, o sıxılmış limon effektindən qorunmuş olursunuz. Amma bütün bunlar, yəni resursları geri qaytarmaq, sərhədləri qorumaq, bunlar sadəcə hazırlıq mərhələsidir. Sistemin əsl, son məqsədi daha böyükdür. Bütün bu alətlər bizi əsas hədəfə aparır. Öz həqiqi mənliyimizlə yenidən birləşmək. Və bu son məqsədi izah etmək üçün mənbə iki heyrətamiz bənzətmədən istifadə edir. Birincisi, bir sualtı qayıq təsəvvür edin. Bu qayıq cəmiyyətin, nəslin proqramlarının dərinliklərindən qalxaraq suyun üzünə, gün işığına çıxır. İkincisi isə bir kosmik stansiya.
O, bütün kosmik səs güyün içindən öz ana stansiyasından gələn təmiz, aydın siqnalı tutmağa çalışır. Hər iki halda da məqsəd eynidir. O, əvvəldə danışdığımız təcəssüm ruhu ilə, yəni o parlaq sarı işıqla əlaqəni bərpa etmək. Amma bu siqnalı tutmağa bir son maneə var. Belə düşünün, sizinlə o parlaq sarı işıq arasında başqa insanların üzləri dayanıb. Bunlar kimlər ola bilər? Valideynlər, müəllimlər, qurular, cəmiyyətin avtoritetləri. Onların təsiri, onların ideyaları bir pərdə kimi sizin öz işığınızı örtür. Və son texnikada məhz budur. Bu üzləri, bu təsirləri bir-bir soğan qabığı kimi zehninizdən soyaraq o təmiz, aydın siqnala çatmaq. Və bütün bu səyahətin sonunda gəlib tək bir suala dayanırıq. Bəlkə də həyatın ən vacib sualına. Bütün bu yad proqramlar, bütün o üzlər, bütün o gözləntilər kənara çəkilsə, geriyə qalan siz kimsiniz? Məhz bu sistemin bizə vəd etdiyi şey bu sualın cavabını tapmaq üçün bir yol göstərməkdir.